Həvəs, motivasiya. Hamımız bunu axtarırıq, hamımız ondan şikayətlənirik. Hamımız mən uğursuz oldum çünki həvəsim yoxdur, edə bilmirəm çünki həvəsim yoxdur, motivasiyam yoxdur və bənzər səbəblər. Əslində səbəblər də deyil, ağır gəlsə də bu mənim də sizin də özümüzü vicdanımız qarşısında və digərlərin qarşısında rahatlatmaq üçün, haqlı çıxarmaq üçün tapdığımız bəhanələrdir. Bundan əvvəlki videoda cavab olaraq, yəni bu suala cavab olaraq paylaşdığım o idi ki, həvəslərinə rağmen yaşamaq. Yəni ilk addım budur. Əgər istəyirsinizsə ki, həvəsiniz ölməsin, motivasiyanız ölməsin, bu ən böyük səhvdir. Bu əsas elə bu yanlışdır və buradan başlayır bu xoşa gəlməz proses. Yəni ən uğurlu sizə görə insan kimsə onu düşünün və mən 100% əminliklə, tam əminliklə deyirəm ki, o insanın hər gün həvəssiz olduğu anlar olur, motivasiya olmadığı anlar olur, etməli olduğu önəmli işləri etmək istəməmə, o istəyi, hissləri içərisində olur. Yəni, bugündən, indidən qəbul edin ki, həvəsiniz öləcəkdir. Real olmaq lazımdır. Yəni, real olaq ki, sadəcə sırf səhv düşünmə, səhv inanma ucbatından stresə düşmək və səhv düşünmə, səhv inanma əgər stresə, depressiyaya, motivasiyasızlığa səbəb olursa, bu davamlı olaraq təkrarlanır. Nəyə görə təkrarlanır? Çünki səhv düşünürük. Düşüncə tərzimiz, məntiq, hər hansısa bir şeyin arxasına qoyduğumuz məntiq yanlış olduğundan bu davamlı təkrarlanır və bunun həllini tapa bilmirik. Çünki nəyə görə? Əsas başlanğıc yanlışdır və bu başlanğıcı dəyişmədən bütün vaxtımızı, enerjimizi sərf edəcəyimiz şeylərin heç birisi bizə yardım olmayacaqdır. Ona görə indidən cəsurca qəbul eləyin ki, mən də bir daha da özümə xatırladıram ki, qəbul edirəm ki, nədir? Hər gün mənim həvəssiz olduğum anlar olacaq. Hər gün mən tənbəlləşəcəm. Hər gün mən etməli olduğum işləri etməyi istəməyəcəm. İnternetə getmək istəyəcəm, əylənmək istəyəcəm, dostlarla gəzmək istəyəcəm, hansısa filmə, seriala baxmaq istəyəcəm və s. və əlaxır, hansısa oyunu oynamaq istəyəcəm, etməli olduğum işlər məni gözləyərkən. Bu normaldır, bu həddindən artıq normaldır. Necə ki, hər gün nəfəs alıb veririksə, bundan şikayətlənmək nə qədər məntiqsiz olarsa, hər gün həvəsim niyə ölür deyə də şikayətlənmək də yanlış olar. Amma bunun təbii ki, əlbəttə ki, nəticəsi var. Budur ki, birinci əsas etap, əsas mərhələ, əsas olan budur ki, qəbul edirik ki, mənim fərqi yoxdur, hansı seminara gedirəmsə gedim, hansı kitabı oxuyuramsa oxuyum, hansı motivasiya təlimində iştirak edirəmsə edeyim, mənim həvəsim mütləq olacaq. Və bu normaldır. Əsas anormal olan odur ki, o olduğuna görə şikayətlənmək, gileylənmək, yəni axtarmaq əslində çox doğrudur. Mən necə həvəsim öləndə həvəsimi normal səviyyəyə yüksəldim, motivasiyamı yüksəldim və etməli olduğum işlər nədirsə onları edeyim. Bu axtarış normaldır. Amma durub davamlı olaraq şikayətlənmək ki, mənim həvəsim niyə ölür və istəmək ki, həvəs heç vaxt ölməsin, bu absurddur və heç vaxt olmayacaqdır. Hər kəsin həvəsi ölür, hər kəsin və sizin də, mənim də bu olacaqdır. İkincisi odur ki, ikinci təklif edəcəyim sizinlə metod və özümüzə olan baxışımızı dəyişəcəyik. Biraz radikalca səslənə bilər, biraz qəribə səslənə bilər, amma yəni bu, əgər eləyə bilsəniz və etsəniz, sizə %100 kömək olacaqdır. Sizə lazım olan motivasiyanı özünüzdə olduğuna qərar verirsiniz. Yəni ki, özünüzü davamlı olaraq motivasiya və pozitiv hisslər və həvəs istehsal edən bir
fabrik kimi görürsünüz, bir mənbə kimi görürsünüz, bir qaynaq kimi görürsünüz. Yəni ki, motivasiya üçün kənar faktorlardan asılı olmursunuz, asılı olmamağa qərar verirsiniz və deyirsiniz ki, mən ehtiyacım olan motivasiyanı mən özüm istehsal edirəm. Bunu da necə istehsal edirsiniz? Birinci videoda dediyim kimi, etməli olduğun, amma etmək istəmədiyin o işi hər nədirsə etməklə və bir müddət baxın, sizə ən çətin gələn, amma ən önəmli işi başlayın eləməyə, bəlli bir müddət sonra siz görəcəksiniz ki, doğrudan da siz özünüz sizə lazım olan motivasiyanı istehsal edirsiniz. Üçüncü deyəcəyim odur ki, asan sözüdür. Yəni, bundan sonra özünüzdən soruşmayın ki, bunu etmənin asan yolu nədir? Baxın, bir şey deyim, normal səviyyədə mi uğurlu olmaq istəyirsiniz, yoxsa böyük hədəfləriniz varmı? Əgər normal səviyyədə uğurlu olmaq istəyirsinizsə, o zaman asan yol axtarmaq, asan düşünmək, bu da normaldır və burada heç bir anormal şey yoxdur. Nə normal uğurlu olmaq istəməkdə, nə də normal, nə də ki, asan yol axtarmaqda. Amma hədəfləriniz böyükdürsə, dostlar, asan kəlməsini artıq çıxarmalısınız. Asan axtarışına, təqibinə artıq son verməlisiniz. Yəni ki, qısaca belə deyim, qısa, konkret və sadə olaraq, sizin axtardığınız o olmamalıdır ki, bunu etmənin asan yolu nədir? Yəni, bu hədəfə çatmanın asan yolu nədir? Sizin üçün sual olmalıdır ki, bunu etmənin yolu nədir? Mən bunu necə eləyə bilərəm? Və ondan sonra sual, axtarış, gözlənti olmamalıdır ki, asan yolu nədir? Bunu necə asan eləyə bilərəm? Bir şeyi etmənin asan yolu nədir? Sizin üçün bu sualın cavabı olmalıdır ki, o şeyi etməkdir, başlamaqdır, icraata, tətbiqata keçirməkdir. Və artıq asan, çətin sizin üçün bir seçim olmamalıdır. Sizin üçün tək seçim var. Etməli olduğunuz şeyləri təyin etmək və onu etmək. Düşünün, bir anlıq düşünün ki, siz artıq dəyişmişsiniz və asan yolu axtarmırsınız. Həvəsiniz olsa da, olmasa da, etməli olduğunuz şey nədirsə, onu edirsiniz. Bir işi başlamaq üçün mən hansısa seminara gedim, hansısa kitab oxuyum, hansısa mütəxəssislə danışım və s. belə şeylərə vaxt itirmirsiniz. Gedirsiniz, vaxt olduqda gedirsiniz də, öyrənirsiniz də, oxuyursunuz da, davamlı olaraq motivasiya verən, bizə ümid verən, özümüzə inamımızı artıran, gücləndirən, o pozitivliyimizi bəsləyən kitabları oxumalı, seminarlar, təlimlər, kurslara getməli, o mütəxəssisləri dinləməliyik. Demirəm ki, dinləməyik. Bunu təkrar vurğulayıram ki, bu önəmlidir, hətta lazımdır. Amma etməli olduğumuz şeyləri etmək üçün heç vaxt onları gözləməməliyik. Xüsusilə də həvəsimiz olmayanda. Baxın, dördüncü olaraq, bu bir növdə birincinin təkrarıdır. Bundan sonra hobbiləriniz arasına yazırsınız. Mənim hobbim, etməli olduğum, amma etmək istəmədiyim işləri başlayıb etməkdir. Onu etməyi nə qədər az istəsəm belə, onu etməyə nifrət etsəm belə, o etməli olduğum işləri etmək mənim hobbimdir. Yəni, bu cür yanaşırsınız. Çünki bu sözləri dəyişmək də özü pozitiv bir təsiri var. Bu videonun mövzusu deyil, ona görə burada danışmayacağım və çox da önəmli deyil. Əsas, baxın, daima bir şeyi sizin üçün standart olacaqdır. İcraat, işi görmək, işi etmək, başlamaq, etmək, sonlandırmaq, bu olmalıdır. İcraatdan başqa heç bir şey sizin üçün əsas maraq olmamalıdır. Əsas fokusunuzda olmamalıdır. Əsas o olmalıdır ki, icraat, etmək, bir işi həyata keçirmək, tətbiq etmək. Nə isə faydalı bir şey öyrənirsiniz, onu həyatına tətbiq etmək. Yoxsa yaxşıdır, bilməm, möhtəşəmdir, belədir, elədir. Baxın, uğurlu insanlarla uğursuz insanların ortaq bir özəlliyi var. Təxmin eləyin nədir? Mən deyim, uğurlu insanlar da, uğursuz insanlar da onları hədəflərinə aparacaq şeyləri etməkdən çox hallarda nifrət edirlər. Çox hallarda onu etmək istəmirlər. Çox hallarda onu etmək onlarda bezginlik yaradır, yorğunluq yaradır. Bəzən qaçmaq istəyirlər ondan, əl çəkmək istəyirlər. Amma bir də uğurlu və uğursuz insanların əsas bir önəmli faktor var. Belə deyək, secret. O faktor da odur ki, uğurlu insanlarla, baxmayaraq ki, uğursuz insanlarla eyni hansısa kitabı oxumağı, imtahan keçmək üçün, hansısa saatlarla oturub hansısa hədəf üçün çalışmağı istəmirlər, sevmirlər onu. Hətta bəzən nifrət edirlər, gedib zalda həftədə 3 dəfə idman etməkdən və yaxud
hansısa video seminara onlayn oturub qulaq asmaqdan. Amma uğurlu insanlar onu eləyirlər. Yəni istəsələr də, istəməsələr də. Bu deyəcəklərim bu qədər. Yəni bu cür qəbul edəcəksiniz, bu cür yaşayacaqsınız. Əgər yəni özünüzə sual verin. Mən o möhtəşəm hədəfimə çatmaqmı istəyirəm? Mən məşəqqətli olanı, məşəqqətli və möhtəşəm olanı istəyirəm? Çətin və o nəhəng olan hədəflərimi reallaşdırmağımı istəyirəm? Yoxsa rahat rahat yaşamağımı istəyirəm? Asan yaşamağımı istəyirəm? Yəni əsas məsələ bu sualı olan cavabınızdır. Mən stres olmayım deyirsinizsə, mən heç depressiyaya düşməyim deyirsinizsə, mən heç əsəbləşməyim deyirsinizsə, mən heç dəfələrlə təkrar ard-arda məğlub, uğursuz olmayım deyirsinizsə, heç qurduğum planlar uğursuzluğa düçar olmasın deyirsinizsə, o zaman böyük düşünmək, böyük hədəflər sizin üçün deyil. Əslində sizin üçündür. Sadəcə olaraq zehni olaraq o uyğunluqda, o frekansda deyilsiniz. Yəni zehni frekansınızı dəyişməlisiniz. Zehni frekansı dəyişmədən mən də, siz də o nəhəng hədəflərimiz nədirsə ona çatmayacaq. Ona çatmaq üçün bizə lazım olan hər şeyi Allah bizə veribdir. Bizdə var ehtiyacımız olan hər şey. Amma zehni frekans, yəni özümüzə necə baxırıq, o önəmlidir. Hansı ölçüdəki mikroskopla bizdəki bacarıqlara, istedadlara, potensiala, gücə baxırıq, bu önəmlidir. Əsas bizdə nə olub, olmadığı önəmlidir. Çünki mən inanıram ki, siz də, mən də ən böyük hədəflərimizi reallaşdıracaq hər şey bizdə var. Və biz bunu eləyə bilərik. Sadəcə olaraq özümüzə necə baxırıq. Yəni, özünə qarşı asan mı olmaq istəyirsən, yoxsa özünə qarşı çətin mi olmaq istəyirsən? Sadəcə pozitiv düşünməklə, xəyal qurmaqla, mən hədəfimə çatacam deməklə bu şeylər olmur. Sadəcə seansla, davamlı olaraq motivasiya kitabları oxumaq və seminarlarında iştirak etməklə olmur. Bu birbaşa bir ölçünüz olmalıdır, bir faktor olmalıdır sizin üçün. Mən nə qədər hər gün icra edirəm, nə qədər hər gün tətbiqata keçirəm, nə qədər hər gün qurduğum planı izləyirəm. Budur. Yəni, son olaraq bunu deyim ki, yəni mən də yoruluram, siz də yorulursunuz, hər birimiz bezirik. Hər birimizin tam motivasiyamızın düşdüyü, tam sıfırlaşdığı anlar olur. Yəni, normaldır bu. Amma o anda bizim Allahın bizə verdiyi çox önəmli bir şey var. Yəni, bizdə olan çox önəmli bir güc var. O anda nə etməyə qərar vermək. Davam mı, yoxsa son mu qərarı? Mən özümü yaxşı hiss eləmirəm. Gedib hansısa mənasız bir işlə məşğul mu olacam, yoxsa etməli olduğum şey nədirsə 10 dəqiqə daha onu edəcəm, 30 dəqiqə daha onu edəcəm. Və bunu, dostlar, yəni bir gündə hər şey dəyişəcəyinizi gözləməyin. Bu prosesdir, bu hər gün olmalıdır və düşünmür ki, bir gün möcüzə olacaq, hər şey dəyişəcək və ondan sonra sizin nə həvəsiniz düşməyəcək və yaxud da ki, həvəsiniz olmalı etməli olduğunuz şeylər edəcəksiniz. Xeyr, yəni bunu indidən zehninizə install edin, yəni proqramlaşdırın ki, hər gün həvəsiniz düşəcək və hər gün etməli olduğunuz şeyləri etməyi istəməyəcəksiniz. Amma hər gündə, eyni vaxtda, bütün onlar olarkən sizin əlinizdə bir güc, seçim olacaqdır. Onlara rağmen, içərisində olduğunuz o emosional və psixoloji vəziyyətə rağmen nə edəcəyinizə qərar vermək birbaşa sizin əlinizdədir. Və bu qərar əsas silahınızdır sizin. Bu silahdan istifadə etsəniz, o düşməni məhv edəcəksiniz. İstifadə etməsəniz, düşmən bağışlamayacaq. Yəni, bu düşmən çox acımasızdır. Və o vəziyyətə gələcəksiniz ki, sadəcə bəhanələr, şikayətlənmələr, digər insanlar bəxti gətirir, nə bilim, dayı var, osudur, busudur və s. və min bir bəhanə. Yəni, çox açıqlama gətirirsinizsə, bilin ki, səhv edirsiniz nəysə. Və bunlar dediklərim çox çətin, sərt görsənə bilər. Amma ki, reallıqdır. Gedin, başqa yollar axtarın, tapmayacaqsınız. 100% əmin işlə deyirəm. Və yəni, bu sərt metodları istifadə edib, ya özünüzə qarşı sərt olub,
sizə həyatın yumşaq olduğu bir həyat yaşayacaqsınız, ya da özünüzə yumşaq olacaqsınız və həyat sizə düşündüyünüzdən çox daha sərt olacaq. Hər keçən gün biraz daha sərt, hər keçən ay və il get-gedə daha da sərt olacaq. Yəni seçin. Asanı mı istəyirsiniz, yoxsa çətin və möhtəşəm olanı mı? Növbəti videolarda görüşənə qədər sağ olun.